Herkese salam. 2025-i xilas edirəm gün 12-yə xoş gəlmisiniz. 30 gün 30 fərqli məndə bu gün Allaha məktub yazırıq. Biraz olar ki, kəşf etdiyim bir hesab var. Xanımın danışığı o qədər çox xoşuma gəlir ki, videoların ardıcı izləməyə başlamışdım. Bir videosunda da uşaqlıqdan bəri Allaha məktub yazdığından bəhs eləyirdi. İdeya məni özünə o qədər heyran elədi ki, mən də belə bir addım atmaq qərarına gəldim. Əslində o videonu görəndə mən də 2026-dan başlayaram belə Allaha məktublar yazmağa deyə düşünmüşdüm. Amma bu seri ilə bircə fərqinə vardım ki, başlamaq üçün ən ideal gün bu gündür. Nə sabaha, nə də 2026-ya ehtiyacım yoxdur. Ona görə də qərar verdim ki, bu günləri sizlə Allaha məktub yazaq. Bu dəftərdə sırf bu məqsəd üçün əvvəldən almışdım, 2026-ya saxlayırdım. Heç bir reklam deyil, tamamilə öz pulumla almışam, amma deyə bilərəm ki, çox keyfiyyətli və səliqəli, gözəldir. Həm də ideyamıza da xitab eləyir demək olar. Hər bir insanın qiymətləndirmə tərzi fərqli olduğu üçün məndən olsa videoya gedib özünüzün baxmanız daha yaxşı olardı. Və video 2 hissəlidir. Daha doğrusu xanım ilk videoda bu mövzu ilə bağlı danışır, daha sonra mövzu populyarlıq qazandı, sonra daha geniş şəkildə izah eləyir ki, Allaha məktub yazmaq əslində nə demək. Amma qısaca mən də öz düşüncələrimi paylaşmaq istəyirəm. Ümumiyyətlə demək istəyirəm ki, biz daim mənfi şeylərə diqqət edirik, amma başımıza gələn yaxşı şeyləri unuduruq. Məsələn, deyirik ki, il tez keçir. Əslində il bilirsiniz niyə tez keçir? Çünki gündəlik elədiyimiz rutin hərəkətləri beyin adi qəbul edir. Yəni hər gün səhər oyanıb, yemək yeyib, müəyyən məşğuliyyətlərlə məşğul olub, sonra dərsə getmək mənim bir günümdürsə, hər gün eyni şey elədiyim üçün beynim bunu sadə olaraq qəbul eləyir və bunu ideal bir gün olaraq saymadığı üçün tez keçirmiş kimi gəlir. Əksinə beynim nə yadında saxlayır? Başıma gələn pis demək istəmirəm. Başıma gələn məni qorumaq üçün olan hadisələr, bir də başıma gələn yaxşı hadisələr. Və mən düşünmürəm ki, hər bir insanın 365 günü sadəcə mükəmməl hadisələrdən ya da sadəcə onu qorumaq üçün, amma özünün mənfi olduğunu düşünülən hadisələrdən ibarətdir. Ona görə də bizə elə gəlir ki, il tez keçib. Yəni nə qədər dolu-dolu yaşasaq, o zaman bizə elə gəlir ki, il gec keçib. Əgər il tez keçib demişiksə, bu o deməkdir ki, biz ilin demək olar ki, uzun bir müddətdə sadəcə rutin hərəkətlərlə məşğul olmuşuq. Ümumilikdə isə məsələn ili qiymətləndirəndə nə deyirik? Əgər ki, çox sıxıntılarımız varsa, deyirik ki, mənfi şeylərə diqqət edirik də. Ona görə də yaxşıları unuduruq və deyirik ki, bu il mənim üçün uğurlu olmadı, bu il mənim düşərli ilim deyil, 2025 olmadı, 2026 olacaq, 2036 olacaq və s. və s. Amma unutduğumuz bir şey varsa, o da şükür eləməkdir. Çünki bəlkə də 5-10 il əvvəl indi olduğumuz şəxs üçün, xarakteri üçün, yaşadığımız yer üçün ya da oxumaq istədiyimiz universitet üçün və s. müxtəlif səbəblərdən, müxtəlif məsələn iş səbəbi də ola bilər. Bu şeylərdən ötürü bəlkə də 5-10 il əvvəl dua eləyirdik. Amma indi o yerlərdəyik. Sadəcə unutmuşuq. Çünki həyatımız o qədər qarışıqdır ki, yaxşı şeyləri tez unutmağa meylliyik. Amma mənfilər əsla ağlımızdan çıxmır. Ona görə də hər gün şükür eləməliyik. Yəni ola bilər ki, həyatda işlər qarışıq getsin, amma yenə də ən azından gördüyümüz üçün, eşitdiyimiz üçün, hələ də dada biləcəyimiz bir boşqab da olsa yeməyimiz olduğu üçün, gəzə bildiyimiz üçün, yəni bizim bədənimizdə olan şeylər üçün belə şükür eləməliyik. Çünki bu hisslərdən məhdud olan insanlar belə var və insan daim şükür eləməyi unutmamalıdır. Ona görə də düşünürəm ki, bu şükürləri Allaha məktub şəklində yazmaq daha idealdır. Məsələn, bir də şükür eləyəndə belə bir şey var ki, düşünürük ki, ancaq yaxşı şeylər üçün saydım da, məsələn, gördüyüm üçün, eşitdiyim üçün, ailəmin sağlam olduğu üçün və s. Amma biz mənfi şeylər üçün də şükür eləməliyik. Bu mənim şəxsi öz düşüncəmdir, amma belə düşünürəm ki, o mənfi şey adlandırdığımız, yəni arzu eləmişik, çox arzu eləmişik, amma olmayıb. Bəlkə də olsaydı, yəni betərin betəri də var. Bunu həmişə rəfiqəm deyir. Bəlkə də elə olardı ki, həmin hadisədən daha pisi başımıza gələrdi. Hər şərdə bir xeyir var deyirlər. Bəlkə də Allah bizi o xeyrə aparmaq üçün o şəri başımıza gətirir ki, yəni o xeyirsiz yoldan vaz keçək və xeyirli olanı tapa bilək. Və əvvəlki videolarımda da demişdim ki, hər bir insanın möcüzəsi var. Sadəcə problemimiz ondan ibarətdir ki, biz o möcüzəni görə bilmirik. Demək ki, mənfi şeylər üçün də şükür eləməliyik. Çünki onların gətirəcəyi daha böyük problemlər ola bilərdi, amma biz o hadisəni mənfi olaraq adlandırdıq, həyatımızın bir hissəsində qaldı. Sadəcə onda şükür eləyərək yaxşıya doğru yolmalıyıq. Məsələn, hər gecənin bir səhərdə var deyə düşünməli və o hadisəni unutmalıyıq. Yaxşı şeylərə diqqətimizi verməliyik ki, həyatımıza da, başımıza da yaxşı şeylər gəlsin. Bəlkə də o arzu olsa biz uçuruma gedəcəkdik, amma tam əksi oldu. İndi elə bir yerdəyik ki, şükür eləyirik ki, yaxşı ki o arzu olmadı deyə.
və əlimizdə olan və olmayan hər şeyə minnətdarlığı məncə Allaha olan məktublarla ona çatdıra bilərik. Və onu da demək istəyirəm ki, mən düşünürəm ki, Allah bizə şah damarımızdan daha yaxındır. Yəni ona dua eləmək üçün səmaya baxmağımıza ya da xüsusi bir gün seçməyimizə, onu dua eləmək üçün xüsusi bir saat seçməyimizə ehtiyac yoxdur. Hər zaman bizim yanımızda, qəlbimizdədir. Amma yenə də bu məktublar bir sübut qoymaq kimidir. O xanımın da dediyi kimi biz arxamızda bir sübut qoyuruq ətrafımızdakı mələklərə ya da yazanda həmin o kağıza. Yəni biz sevgimizi müxtəlif formada göstərmiş oluruq. Və həmişə də deyirəm, yazmaq unutmamaq üçün ən ideal seçimdir. Bir yazmaq, bir də qeydə alıb, yəni arxanda şahid buraxırsan o xanımın da dediyi kimi. Geri dönüb baxa biləcəyin, geri dönüb oxuya biləcəyin real bir sübutdur bu. Və onu da demək istəyirəm ki, mən öz məktublarımda arzularımdan bəhs eləmək istəyirəm. Bəli, bunun fərqindəyəm ki, Allah onsuz da mənim qəlbimdə olduğu üçün mənim arzularımın fərqindədir. Amma mən yenə də məktub yazmağı seçirəm. Çünki bu yol mənə daha şirin, daha belə gözəl hiss elətdirəcək şəkildə gəlir. Yəni mən belə düşünürəm ki, arzularımı kağıza yazdıqca və onları gördükcə, hiss elədikcə, arxamda bir sübut buraxdıqca onların olma faizini də daha çox artırırammış kimi gəlir. Və Rəbbimin də buna ən gözəl şəkildə cavab verəcəyindən olduqca əminəm. Bir də həyat hər şey ilə gözəldir. Həm çətinliyi ilə, həm asanlığı ilə, həm yaxşı hadisələrlə, həm pis hadisələrlə birgə. Çünki ən azından bu hadisələri yaşaya biləcək bir həyatımız var. Yəni doğulub öldüyən, ölən uşaqlar var. Məhdudiyyətləri var deyə bu həyatı yetərincə yaşaya bilməyən insanlar var. Yəni biz onların yerində deyilik və Allah bizə bu şansı verdiyi üçün hər daim minnətdar olmalıyıq. Bir də onu demək istəyirəm ki, dəftərin üz qabığı çox qəşəngdir, keyfiyyətinə də söz ola bilməz, vərəqlərdə qəşəngdir və sarı rəng olmağı əsla göz yormur. Ancaq niyə reklama keçib deyə belə düşünə bilərsiniz, amma onu demək istəyirəm ki, qələm heç yaxşı deyil. Yəni yazınca canım çıxdı. O qədər zəif yazır ki, yəni ən sevmədiyim tərzdir. Mən yazanda da qara rəngli qələmləri çox sevirəm. Belə mavi rəngli qələmlər bir o qədər göz zövqümə xitab eləmir. Və bu qələm əsla yazmır. Yəni sadəcə başladığım üçün ondan davam elətdirməyə qərarına gəldim, daha dəyişdirmədim. Kaş ki başlamazdım. Amma ən azından videoda qəşəng göründü. Ona görə də naşükürlük etmirik. Olan oldu və keçən keçdi. Bu günlük sizlə bölüşmək istədiklərim bu qədər idi. Sağ olun.